Saat 3'dür və hava dəhşət soyuyub. Gətirdiyim koftanı geyindim, əlcəklərimi geyindim. Əlavə bir şalvar da geyindim. Bədənim isindi müəyyən qədər. Hava temperaturu kəskin şəkildə düşüb. Və bugün heyvanlar icazə vermədi ki, mən yatım. Bayaq yenə bir heyvan gəlmişdi. Gəlmişəm ki, bax, meşə çox sakitdir. Bu sakitçilikdə yatım, dincəlim, ruhum dincəlsin. Həqiqətən də gündüz əla idi. Gecə aşağıda bir ovuc camaat yemək qoyub gedib deyə heyvanlar day mənim qoymadı ki, yatam. Əsəblərim korlandı, çox əsəbiyəm indi. Hər dəqiqə başı yatmaq istəyirəm, biri gəlir aşağını qarışdırır, səs-küyə ayılıram. Böyük heyvanlar gəlir, həzmli heyvanlar gəlir. Bilmirəm, aydı nədir. Mən də o aşağıda olduqda yata bilmirəm. Gərək onu uzaqlaşdıram ki. Sonra otur gözlə, yuxum qaçır, yenə yatmaq istəyirəm, yenə bir heyvan gəlir. Bugün konkret gecəni əsəblə keçirdim də. Normal dincələ bilmədim. İndi nisbi sakitlikdir. Görüm yenə 5-10 dəqiqə yatım. Növbəti heyvan gəlib məni oyadana qədər. Saat 4'ə qalıb, 4 olur. Papağımı da taxmışam. Hava biraz da soyuyor. Yenə məni heyvan oyatdı. Yenə gəldi aşağıda hansı heyvan. Ciddi səs-küy saldı. Bugün konkret olaraq məni çox pis vəziyyətə saldı da bu heyvanlar. Yuxumu ala bilməmişəm. Hissiz, yarım-yarım. Çox aqressivəm. Artıq aşağıda heyvan səsi eşidən kimi durub o qədər ciddi səs-küy salıram ki, deyirəm qoy vaxtında çıxsın, geçsin, heç nə yeyə bilməsin, dayanmasın aşağıda. Mən də biraz yatıb. Səhər saat 5'dir. Yuxum qaçıb. Hava dəhşət soyuqdur. Hazır təxmin temperatur 5 dərəcədir. Yuxum qaçıb, dedim nə yiyeyim. Şeymiş qaçdı ya. Bu qədər yem keçimdən yenə də soyuq hiss edirəm.